Son günlər aramsız yağan leysan yağışları Sabirabadda hektarlarla əkin sahəsini məhv edib. Kənd sakinlərinə məxsus əkin sahələri suyun altında qalıb. Minbir əziyyətlə əkib becərdikləri məhsulun sahələrdə zay olduğunu görən sahibkarlar indi nə edəcəklərini bilmirlər. Sakinlər deyir ki, kollektor drenaj şəbəkələrinin vaxtında təmizlənməməsi və nasos stansiyalarının yaratması fəaliyyəti onları çətin vəziyyətə salıb. Neçə ildir bu kollektorlar təmizlənmir. Melorasiyanın orada 8 nasosu var, 4 dənə nasos işlədirlər. Əsas nasoslar işləmir. Bu su mən saxlaya bilərəm qabağın. O boydana kollektorda qazılmır. Yalandan 28 traktorla demək olar qazıblar onu. Yalandan qazıblar qardaş. İllərdir sahibkarlıqla məşğul olan İsmail Əli Məmmədov deyir ki, xərc çəkib icarəyə torpaq götürüb əkmişəm. Yaranmış vəziyyətdən həm inzibati ərazi nümayəndəliyi, həm də bələdiyyə xəbərdardır. Amma heç bir tədbir görülmür. Bir dənə də sərarka ilə işləyən gətirib qoyublar. O da heç nəyə yaramır. 5 gündür bu yerlər, mənim özümün 20 hektar yerim var. Hamısı suyun içindədir. Xərci ağır. Qoyduğumuz pulu heç götürəməyəcək. Məsələ ilə bağlı Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Zalış Bunyatov mövcud problemin aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışdı. 2025-ci il 16 apreldə nasos aqreratlarının birində olan qüsur nəticəsində nasos aqreratımız 8 aqreratlı nasos aqreratımızın biri dayandırılmış. İndi hal-hazırda onun üzərində gücləndirilmiş iş rejimində təmir bərpa işləri tərəfimizdən həyata keçirilir. 2-3 gün ərzində bu ərazidə olan qurun suları tərəfimizdən kənarlaşdırılacaq. Qeyd edək ki, əkin sahələri su altında qalan kənd sakinləri əkdikləri torpaqları sığortalatdırmayıb. Bu da o deməkdir ki, əgər sahibkar ziyana düşərsə heç bir kompensasiya ala bilməyəcək. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Sabirabad.